Mingəçevir sakini Samir İmanov əskərliyə çağırılmışdı. Həmin illər əskərliyə getmək elə müharibəyə getmək hesab olunurdu. Samir də bir səhər evindən çıxaraq müharibəyə gedir. Lakin onu cəbhəyə tanklar, tırtılı maşınlar yox, göy 06 maşını aparır. Barıt qoxusunu da cəbhədən çox-çox uzaqda elə Mingəçevirdə hiss eləyir. Hər kəsin müharibədə olduğunu, şəhid olduğunu düşündüyü Samir hardaydı? Mingəçevir Xaldan yolundakı Havar qamışlığında çürüyən meyit kimin idi? Bura TV11, adım Sərdar Amindir. Başlayaq. 1992-ci ildən başlayaraq 5 il ərzində bir qadın Mingəçevir şəhər polis şöbəsinə gəlib gedirdi. Bu qadın Samir İmanovun anası Leyla Səfərova idi. Leyla Səfərova Mingəçevir polis idarəsinə gəlir, oğlunun itkin düşməsi barədə məlumat verir. Samir İmanov 1992-ci il sentyabrın 20-sində evdən çıxmış və bir daha geri qayıtmamışdı. Ana təxminən bu hadisədən 5 ay sonra şəhər polis şöbəsinə müraciət edir, oğlunun itkin düşməsi barədə məlumat verir. Sonra axtarılsa da bir nəticə hasil olmayanda yenidən müraciət edir və yenə də ananın şikayətinə baxmırlar. Sadəcə axtarırıq deyib ananı yola verirlər. Müharibənin getdiyi bir tarix, qarışıq illər, at izinin it izinə qarışdığı bir zaman. Hüquq mühafizə orqanlarının əməkdaşları belə, polislər belə müharibədə döyüşdüyü vaxt hamı hesab edir ki, İmran cəbhədə itkin düşüb ya da şəhid olub. Meyidi də tapılmayıb. Yəni, onunla bağlı şübhələrin hər şeyin üzərini məhz bu düşüncə qapıyır. Halbuki hüquq mühafizə orqanlarının əməkdaşları zəruri olduqda hərbi hissəyə sorğu göndərərək həmin şəxsin xidmətə qəbul olunub-olunmamasını, hansı hərbi birləşmədə iştirak etdiyini, ümumiyyətlə müharibədə olub-olmadığını müəyyən edə bilərdilər. Məhz bu cür laqeydlik səbəbindən böyük bir cinayət 5 il ərzində müharibənin tüstü dumanında gizli vəziyyətdə qala bilir. Cinayət işinin başlanması üçün heç bir səbəb tapılmadığına cinayət işi başlanmır, sadəcə axtarış işi açılır. Beləcə, vətən uğrunda yüzlərlə, minlərlə düşmənin qarşısına çıxa biləcək bir əskərin qanı 5 il Mingəçevirdə bataqlıqda batıb qalır. Nəhayət bu hadisədən 5 il sonra Mingəçevir şəhərinə yeni prokuror təyin olunur. 1997-ci ildə Mingəçevir şəhər prokuroru olan Dağlar Zeynalov, onun müavini Paşa Tahirzadə, köməkçisi Rəhim Quliyev və təhqiqatçı Heydər Əskərovun adını bu bağlı qalmış cinayətin açılmasında xüsusi guşəyə yazmalıyıq. Dağlar Zeynalov prokuror kimi ilk fəaliyyətinə məhz açılmamış cinayətlərdən başlayır. Aparılan araşdırmalarda Samirin itkin düşməsi yox, qəsdən öldürülməsinə dair şübhələr yarandığından qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırılır və istintaq əməliyyat qrupu yaradılır. Ancaq bu qərar verilənə qədər prokurorluğun xüsusi planı əsasında xeyli iş görülmüş və müəyyən olunmuşdu ki, Samir öldürülüb. Öldürülüb, amma kim tərəfindən yaxud kimlər tərəfindən, bəs meyit hardaydı? Əsas suallar bunlar idi. Samir İmanovun anası Leyla Səfərova deyir ki, o gün uşağımı yola salırdım. Uşağım evdən düşüb həyətə endi, həyətdəki balkonumuzun altından mənə əl yellədi və sağollaşdı. Uşaq əl edib ayrılmaq istəyəndə kənarda Jiguli markalı bir maşın onu görüb sürətini azaltdı. Deyəsən, uşağımı gözləyirdi. Maşın da məncə göy rəngdə idi. Məlumat elə bundan ibarət idi. Yəni, Samir haqqında son məlumatlar bu idi. Yaxşı, bu evdən çıxmamışdan bir gün əvvəl harda olub? Samir İmanovun müxtəlif qohumları, tanışları və digər şəxslərlə səmimi söhbətlər aparılır. Onun yuxa çıxmamışdan əvvəl kimlərlə görüşdüyü dəqiqləşdirilir, etibarlı mənbələrdən məlumatlar toplanır. Bizdə adətə görə kimisi əskərliyə yola düşəndə atası süfrə açar, qohum qardaşı çağırar, dostlar qonaq edilərlər. Aparılan araşdırma ilə müəyyən olunur ki, Samir də bir gün əvvəl
Röya adlı restoranda olub. Yoldaşları ilə oturub, yeyib-içib, sərxoş olub və sonda şuluqluq salıb. Qab-qacağı sındırıb. Sonda da hesabı da vermədən çıxıb gedib. Artıq bir ipucu yaranmışdı. Restoran işçiləri Tural Nəsibov, Azər Səfərov və Amil Nəzərovla söhbət edən müstəntiq həmin axşam baş verənləri bütün təfərrüatla öyrənir. Söhbət zamanı təsadüfən soruşur ki, bəs siz heç kimə şikayət eləmədiniz? İşçilər isə cavab verirlər ki, yox, hüquq mühafizə orqanlarına şikayət eləmədik, amma hadisəni restoranın sahibi Ramiz İsrafilova danışdıq. Ramiz də dedi ki, fikir verməyin, cavandır, sabah da orduya gedəcək. Həm də biz qonşuyuq. Hər belə məsələyə görə davadalaş salmayaq. Qəti şəkildə demək mümkün olmasa da şübhələr artır. Samirlə dava olan restoranın sahibinin də avtomobili göy rəngdə idi. Restoranda işləyənlərlə söhbət aparılır, suallar birbaşa deyil, dolayısı ilə verilir və restoran işçiləri növbəti gün müstəntiqin konkret sualları qarşısında gözlənilən nəticəni verirlər. İşçilər etiraf edir ki, qalmaqalın ertəsi günü Ramiz axşam çağı yeznəsi Yəmən Əliyev adlı bir şəxslə birlikdə restorana gəliblər və qanları qara olub. Onların öz arasında danışdıqlarından restoran işçiləri eşidiblər ki, Samirin meyidi Mingəçevir Xaldan yolunda bataqlığa atılıb. Artıq bundan sonra restoranın sahibi Ramiz və yeznəsi Yəmən cinayəti etiraf eləməyə məcbur qalır. Ramiz 5 il əvvəl törətdiyi cinayəti belə ifadə edir. Gəlib dedilər ki, müştərilər yeyib-içiblər, hesabı verməkdən imtina ediblər. Səhəri gün saat 12-də evdən çıxanda gördüm ki, həmin adam, yəni Samir də məhəllə ilə gedir. Hara gedirsən deyə sual verdim və Xaltan tərəfə dedim. Dedim ki, mən də o yana gedirəm. Onu mindirdim maşına, getdiyi Xaldana doğru. Maşında söhbət zamanı məni söydü. Söyüş söydüyünə görə maşından düşdük və kənara çıxdıq. Yaxalaşdıq. Tapancam var idi. Çıxarıb tapanca ilə onu vurdum. Cəsədini də qamışlığa atdıq. Sonra yeznəmlə planlaşdırdıq ki, onu gecə vaxtı oradan çıxarıb başqa yerdə bastıraq. Oradan götürüb elə yaxınlıqdakı kanala atdıq. Beləliklə, əməliyyatçıların məşəqqətli işi başlayır. 1997-ci ildə keçirilən əməliyyatların birində təxminən yarım hektar sahə qamışlıqdan tamamilə təmizlənir. Demək olar ki, hər yer əllə, mexanizmlərin köməyi olmadan yoxlanılır. Bir neçə gün davam edən əməliyyat nəhayət nəticə verir və insan sümükləri aşkar olunur. Təcili ekspertiza aparılır, sümüklərin kimə, hansı şəxsə məxsus olduğu, yaşı, cinsi və nə vaxt öldüyü müəyyənləşdirilir. Şübhə yeri qalmır. Bəli, bu Samir İmanovun meyidi idi, o 1992-ci ildə öldürülmüşdü. Əməliyyat rəhbəri qeyd edir ki, özü də başda olmaqla yarım hektar sahəni, bataqlığı əlləri ilə santimetr axtarıb meyidin sümüklərini tapıblar. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqət istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Mingəçevir şəhər məhkəməsinin hökmü ilə restoran sahibi Ramiz İsrafilov 10 il azadlıqdan məhrum edilir. Belə cinayətlərin açılması, illər sonra qatilin, cinayətkarın cəzalandırılması sadəcə bir şəxsin qanunun batmaması yönündən deyil, ictimai yöndən böyük əhəmiyyətə malikdir. Çünki illərlə bağlı qalan cinayətlərin bir gün açılması potensial cinayətkarlara, bəlkə də nə vaxtsa ağlından cinayət törətmək keçən insanlar üçün ciddi bir örnəkdir. Bu örnək bundan ibarətdir ki, cinayət heç vaxt sonacan bağlı qalmır. Salamat qalın.